Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu vəssalamu alə mən la nəbiyyə bədə həmmə bəd. Davam edirik Muxtasar Sirətür Rasul sallallahu aleyhi və səlləm adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahiməhullahın risaləsini və bugün 23-cü dərsdir. Keçən dəfə qaldıq, Aqabə beyyətində, ilk Aqabə beyyəti var idi və ondan sonra ikinci Aqabə beyyəti gəlir. Aqabə nədir? Aqabə yer adıdır. Bu Məkkənin yaxınlığında Mina vadisində oralardadır, yerləşir. Və beyyət də ki, keçən dəfə dedik, söhbət ənsarlardan gedir. Mədinə əhlinin həc mövsümündə Məkkəyə gəlib Peyğəmbər sallallahu əleyhi və səlləmlə görüşüb ona beyyət etməkdən söhbət gedir və ilk Aqabədə, ilk Aqabə beyyətində bu şəxslər 12 nəfər idi. Necə ki, keçən dərsdə dedik. Və həmçinin dedik ki, onlara Mədinəyə, o vaxtki dövrdə adı Yəsrib olub, Mədinə şəhərinin adı Yəsrib olub, qabaqki adı. Peyğəmbər sallallahu aleyhi və səlləm Mus'ab ibn Umeyr radiyallahu anhunu göndərir, onlara dini öyrətsin, Quran oxusun, Quranı təlim etsin. Və o da gəlir, deyir ki, Abu Umamə Əsəd ibn Zuraranın bostanında, bağında, bağçasında orada otururlar və müsəlmanlarla orada yığışıb insanları İslam'a dəvət edirlər. Və sonra gəlir Səd ibn Muaz, bir də Usayd ibn Hudayr kimi sahabələrin İslam'a gəlməsi. Bunlar Səd ibn Muazla Usayd ibn Hudayr iki böyük qəbilənin seyidləri, başçıları olur. Əvslə Xazrac adlı ən böyük qəbilələrdir, Mədinə qəbilələrindən. Və deyir ki, Fəqalə Səd ibn Muaz Seyyidül Əvs. Səd ibn Muaz Əvs qəbiləsinin seyidi, ağası, başçısı. Usayd ibn Hudayr, o da Xazrac qəbiləsinin seyididir. Biri obrusuna deyir, ikisi də qoxumdular, yaxındılar. İzhəb ilə həzeynillezeyni qad ətiyə liyusfihə duafəənə. Getdir bu ikisinin yanına, o bayaq dediyimiz, Abu Umamə ilə Mus'ab ibn Umeyr, hansılar ki, öz evində, öz bağında dəvət edir insanları İslam'a. Getdir o ikisinin yanına, onlar insanların beynini səfehləşdirir. Zəifləri tuturlar, onlara öz dinlərini yeridirlər. Elə bil ki. Və çəkindirdir onları ikisini. Ya qov, ya çəkindir, qoyma dəvət eləsinlər. Bunu kim deyir? Səd ibn Muaz deyir ki, Usayd ibn Hudayr'a get, ikisi də qəbilə başçılarıdır. Finnə Əsəd ibn Zurara ibn Xaləti. Çünki Əsəd ibn Zurara Abu Umamə, həmin o dəvətçilərdən biri, Mədinə əhlindən olan, deyir, mənim xalam oğludur, xal oğlusudur, yaxınıdır. Vələulə zəlik, əgər belə olmasaydı, özüm məsələsini bitirmişdim çoxdandan. Və kənə Səd və Usayd seyyidəy qavmihimə və bayaq dediyimiz kimi Sədlə Usayd, Səd ibn Muazla Usayd ibn Hudayr, bunlar böyük sahabələr dəstində, həmin dövrdə, bunlar müşrik halıddır, bunlar öz qövmlərinin ağalarıdır. Fə əxəzə Usayd hərbətəhu və Usayd deyir, nizəsini götürür. Sonra gedir o ikisinin yanına. Fələmmə rəahu Əsəd ibn Zurara, Əsəd ibn Zurara, Abu Umamə bunu görəndə, görür ki, Usayd gəlir. Deyir Mus'ab ibn Umeyrə ki, bu qövmün ağasıdır. Qad cəəkə, özlü, doğrultu da, Allah qatında doğrultu. Qoy sənə inansın, çünki bir qövmün ağasıdır. Bu dəvət olunsa, arxasında qövm var. Və deyir ki, qalə Mus'ab, in yukəllimuni ukəllimuhu. Məni danışdırsa, mən də onunla danışaram, dəvətimi edərəm. Fəvaqafə aleyhmə, gəlir başlarının üstünə durur, deyir ki, fəqalə məcəəkə bikumə ileynə, tusəffihəni duafənə, sizi bura gətirən nə oldu, deyir, siz bizim zəiflərimizi yoldan çıxardırsınız, deyir, onların beynini səfeh-səfeh fikirlərlə doldurursunuz, deyir,
Hətta öz ehtiyaclarınız olsa belə, yəni buranı hələ bir ki bizdən deyir uzaq durun. Yəni öz ehtiyacınıza görə belə qalmayın burada. Fəqal ləhu Mus'ab ətəclisu fətəsmə. O zaman Mus'ab deyir ona ki, yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm göndərdiyi Mus'ab ibn Umeyr dəvətçi kimi göndərirdi onu. Deyir, otur deyir, dinlə bir dənə. Bax gör nə danışırıq. Fin radita əmran qabiltəhu. Əgər razı qalsan bu işdən, deyir, qəbul edərsən. Razı qalmasan, biz də əl çəkərik, sən dediyin kimi eləyərik. Deyir ki, hə, doğru deyirsən, insaflı söz dedin. Batırır deyir nizəsini, oturur. Fəkəlləməhu Musab bil İslam. Və Musab başlayır İslamla danışmağa, İslam barəsində danışmağa, Quran ayələri oxumağa. Və ravi deyir ki, yəni ravi şeydə, Cəbir. Deyir ki, Vallahi elə arafnə fi vəşihil İslam. Allaha and olsun ki, üzündə artıq İslamdır, tanıdıq, gördük ki, və o danışmamışdan qabaq artıq üzüdür, nurla saçırdı, sevindiyindəndir. Yəni bu hələ ağzını açmamış, yəni qəlbinə girmişdi də elə bir ki. Thumma qala ma ahsan haza və ma əcməluhu. Sonra ağzını açdı dedi ki, nə gözəl sözdür, nə qəşəng sözdür. Keyfə təsnauna izə aradtum an tadkhulu fi hazا din. Siz bu dinə girmək üçün nə etməlisiniz? Yəni nə edirsiniz? Deyirlər ki, get qusul al, təmizlən, paltarını təmizlə, haqq şəhadətini gətir, sonra iki rükət namaz qıl. Və durur, deyir, qusullanır, təmizləyir paltarını, şəhadəti gətirir, iki rükət namaz qılır, sonra deyir, İnnə varai racülən, yəni mənim arxamda elə bir kəs var ki, əgər sizə, onu da əgər tabi etdirə bilsəniz, ləm təxtəlif ənhu əhəd min qavmihi. Onun qövmündən heç kəs onun sözünə müxalif olmayacaq. Yəni, Sa'd ibn Muazı qəsd edir. Və urşiduhu ileykumel ənə. İndi deyir, onu yönəldəcəm sizin yanınıza. Yəni, o da Sa'd ibn Muazdır. Thumma əhəzə hərbətəhu və ansarafə ilə Sa'd fi qavmihi və hum culus fi nədihim. Sonra götürür öz nizəsini, gedir, deyir, Sa'd ibn Muazın yanına. O da deyir, öz cəmiyyətinin içində oturmuşdur. Yəni bir hilə işlədir ona qarşı. Nə deyir? Fəqalə Sa'd və Sa'd deyir öz ətrafına, öz cəmiyyətinə nə deyir? And içir. Əhlifu billahi. Allaha and olsun. Allaha and içirəm ki, laqad ja'akum bi ghayril vajhi allazi zahaba bihi min indikum. Bu deyir, yəni sizin yanınızdan çıxdığından deyir, fərqli formada qayıdıb deyir. Yəni dəvət olunub qayıdıb da. Fələmmə vaqafa alə nədi? Gəlir deyir, cəmiyyətin üstündə durur. Deyir ki, Sa'də. Sa'd soruşur ondan daha doğrusu. Mə fəalt. Nə etdin deyir. Deyir, danışdım onlarla. O iki kəslə danışdım. Allaha and olsun ki, onlardan heç bir problem çıxmır. Heç bir problem yoxdur deyir. Qadağan etdim onlara, sən dediyin kimi dedim. Dedilər ki, baş üstə edirik. Yəni istədiyini edirik. وقد جئت أن بني وقد أحدثت أن بني حارثة خرجوا إلى أسعد ابن زرارة ليقتلوه. Lakin bir xəbər çatdı qulağıma ki, bu hiləsidir. Xəbər qulağıma çatdı ki, Bəni Hərisə bunun qəbiləsidir. Yəni Avsla Xazracdır, bir-birlərinə düşməndilər bu iki qəbilə. Deyir, Bəni Hərisə qəbiləsi, yəni bu qəbilənin elə bir şahəsi, bir qoludur da, yəni. Bir Əsad ibn Zurarəyə qarşı hilə qurub öldürmək istəyirlər. Burada səni hədəfə alırlar, yəni səni gözləyirlər. Və onun xalası oğludur axı, dəvətçi Sa'd ibn Muazın xalası oğludur. Deyir, onu öldürmək istəyirlər, amma məqsəd sənsən də, elə bir ki, belə. Və zəlikə ənəhum arafu ənəhu ibn Xalid. Çünki bilirlər ki, sən onun xalası oğlusan və səni deyir, orada izləyirlər ki, sən gələsən. Fəqamə Sa'd muğdibən. Bu qəzəblənərək durur. Yəni bu dediyinə görə. Fəəxəzə hərbətəhu götür nizəsini. Fələmmə rəəhumə mutməinniyinə arafə ənə Useydən İnnəmə əradə ən yəsmə minhumə. Və gəlir, görür, bunlar sakit oturublar, öz işlərindədir, öz dəvətlərindədir və burada başa düşür ki, Useyd deyəsən mənə hilə qurdu da, yəni ki, mən gəlim eşidim bunlar nə deyir. Özü başa düşür ki, ona görə demişdi bu. Fəvaqəvə aleyhimə mutəşəddimən, gəlir, yaxınlaşır, onları söyərək də, qınıyaraq belə. Thumma qalə li Əsəd ibn Zurara
Sonra Əsəd ibn Zurarə deyir öz xalası oğluna: "Vallahi ya Əbə Umamə ləulə mə beyni və beynəkə min qarabətin mərumtə həzə minni təğəşşənə fi dərinə bimə nəkrahu." Allaha and olsun ki, aramızda olan o qohumluq münasibəti olmasaydı, sən deyir, yəni bu hədəfədir çatmazdın. Bizim evimizdə deyir, yəni bu cür xoşa gəlməz dəvət aparırsan. Və deyir ki, "Vaqad kana Əsəd qal Mus'ab ca'aka vallahi Seyd mən min varahi qovmuhu." Və Əsəd deyir, Musabə deyir, Əsəd ibn Zurarə Musabə deyir ki, bəs bu da deyir, bir qövmün ağasıdır ki, bunun arxasında deyir, qövm var. Yəni bununla diqqətli ol da, yəni dəvətində. Yəni əgər bu tabe olsa, İslam'a gəlsə, arxasında deyir, bütün qövm var, gələcək. Fəqalə ləhu Musab Avtaq ot fətəsmə, eləsidir, otur və dinlə, bax. Əgər xoşva gəlsə, qəbul edərsən, xoşva gəlməsə, yəni istədiyi, yəni də o Useydə dediyi sözü deyir ona. Qalə qad ənsafdə, doğru dedin, yəni insaflı dedin, bu da batırır nizəsini, oturur. Fərad əleyhi İslam, buna da İslamı ərz edir, başa salır, ona Quran ayələri oxuyur. Bunda da deyir ki, Fəarafna vallahi fi vacihil İslam. Allaha and olsun, bunun da deyir, üzündə deyir, İslam deyir, gördük. Qabl ən yetəkəlləmə, ağzını açmamışdan deyir, üzü nurlandı deyir. Yəni sevincindən. Thumma qala keyfə təsnauna izə əsləmtum. Siz deyir, İslamı qəbul edəndə nə edirsiniz deyir. Sonra sual verir. Deyir ki, qüsul alırıq, paltarımızı təmizləyirik, şəhadət, haqq şəhadəti gətiririk, 2 rükət namaz qılırıq. Fəfəalə zəlikə thumma əxazə hərbətəhu. Və bunu belə də edir, sonra götürür öz nizəsini. Fəəqbələ ilə nədi qavmihi. Sonra gedir öz cəmiyyətinin, öz qövmündəki, yəni şərəflilərinin içinə. Fələmmə rəauhu qalu. Onu gördükdə, indi bunlar and içirlər ki, and olsun Allaha ki, bu bizim yanımızdan çıxdığından bir fərqli formada qayıtdı. Yəni, eyni formada, bunlar dəyişib qayıdırlar. Yəni, bu Bəni Abdül-Əşhəl qəbiləsindən də, yəni. Deyir ki, qalu seyyidinə və ibn seyyidinə. Deyir ki, keyfə əmri fikum. Çıxır qövmünün qarşısında, deyir ki, yə bəni Abdül-Əşhəl, ey Abdül-Əşhəl övladları, məni deyir, öz içinizdə nə cür nə tanıyırsınız? Məni öz içinizdə nə formada tanıyırsınız? Deyirlər ki, bizim ağamızsan, ağamızın atası, yəni atan da yəni ağamız olub, sən də ağamızsan. Və aftaluna ən əfsəlmişsən, yəni rəydə, fikirdə, ən hörmətlisən, yəni şərəfdə. Qalə finnə kələm ricalikum və nisaikum aleyyə haram həttə tu'minu billahi və rasulihi. Elə isə deyir, sizin kişi və qadınlarınızın deyir, danışığı mənim üçün haramdır, yəni danışmayacağam, ta ki siz Allaha və Rəsuluna iman etməyincə. Fə əmsə fihim raculun və lə imraat illə əsləmu. Və işlərində elə bir kişi, elə bir qadın qalmadı ki, İslamı qəbul etməsinlər. Usayrm adlı bir kəsdən başqa bunun İslamı deyir, Uhud döyüşünə qədər gecikdi. Yəni o vaxt İslamı qəbul etdi. Fə əslimə və qatələ və İslamı qəbul etdi Uhud döyüşündə. İslamı qəbul etdi, döyüşdü və öldü döyüş meydanında. Və Allaha bircə dəfə olsun səcdə etmədi. Yəni yerində İslamı qəbul etdi, girdi döyüşə. Və döyüşdə də öldü. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, onun haqqında Amilə qalilən və əcrə kəsirə. Az əməl etdi, lakin böyük mükafat apardı deyir. Fəəqama Mus'ab fi mənzil Əsəd yəd'un nəs iləl-İslam. Və elə də deyir, Mus'ab deyir, Əsəd ibn Zuraranın deyir, mənzilində davam edərək qaldı. İnsanları İslam'a dəvət etdilər. Həttə ləm yəbqa dar min davril ənsar illə və fiyhi ricalun və nisəun muslimun illə mə kənə min dəri Bəni Umeyyə ibn Zeyd və Xatmə və Vail və Vaqif. Və deyir, ənsarlardan, yəni bu böyük qəbilələrdən elə bir ev qalmadı ki, orada kişi və qadınlar müsəlman olmasınlar. Yalnız bir-iki evdən başqa, onlardan biri Bəni Umeyyə ibn Zeyddir və Xatmədir, Vaildir, bir də Vaqifdir. Bunların da səbəbi nə olub? Nəyə görə bura İslam girmədi?
Və zəlikə ennəhum kənə fihim Qeys ibn Əsləd şair. İşlərində Qeys ibn Əsləd şair var idi. Və kənu yəsməun minhu fəvəqafə bihim anil İslam. Və onu dinləyirdilər, o şairi dinləyirdilər. O da İslamdan çəkindirirdi bunları. Hətta kənə amil xəndək və xəndək ili gəldikdə, xəndək döyüş yerinin adıdır da. Həmin il gələndə, yəni o döyüş ilinin vaxtı gələndə Peyğəmbər sallallahu əleyhi və səlləm hicrət edəndən sonra fələmmə kənə minəl amil, yəni o zaman artıq onlara da İslam daxil oldu. Fələmmə kənə minəl amil muqbil və gələn il, yəni bu birinci nə idi? Aqabə beyəti idi. Keçən dərsdə dediyimiz kimi, növbəti ildə isə həcc mövsümünə yaxın, daha doğrusu həcc mövsümündə ənsarlardan İslamı qəbul edənlər belə dedilər. Növbəti il, həcc vaxtı. Hətta mətə nətruku Rasulullah sallallahu əleyhi və səlləm yatrud fi cibal Məkkə yaxafu. Biz haçana qədər Allah Rəsulü sallallahu əleyhi və səlləmi buraxacağıq Məkkədədir, dağların içində, qorxu içində. Nə vaxta kimi elə buraxacağıq? Yəni çəkək öz yanımıza gətirək. Yəni hicrət eləsinlər Mədinəyə, yəni. Fəxaracu mə müşriki qavmihim həccə. Və öz qövmünün müşrikləri ilə birgə həccə gəldilər. Qövmünün müşriklərlə bərabər gəldilər həcc etməyə. Və buradan da ikinci Aqabə beyəti başlayır. İkinci Aqabə beyəti. Deməli, birinci Aqabə beyətində o 12 kişi var idi beyət edənlərdən. Onlar qayıdırlar və İslamı artırırlar. İşlərində Musab ibn Umeyr Peyğəmbər sallallahu əleyhi və səlləm göndərir. Gəlirlər, İslamı başlayırlar dəvət etməyə. Növbəti il isə həcc zamanı deyirlər ki, gedək Allah Rəsulü sallallahu əleyhi və səlləmi çəkək yanımıza, gətirək. Və sayı da çox olur. 70-dən yuxarı olur. 70 neçə və 2 qadın da olur. Və deyirlər ki, fələmə vasalu va'aduhu al-aqaba və gəlib çatanda yer təyin edirlər, yenə Aqabə yerini Mina ətrafında. Təşrik günlərin ortasında da, deyək ki, təşrik günləri nə vaxt başlayır? Ayın 11-i Zilhiccənin 12-sində, ortası 12-sinə düşür də, düzdür? Ki, həmin günü beyət edərik. Bədə mə inqada həccuhum, həcləri bitəndən sonra Minaya toplaşmırlar, yəni Mina yaxınlığında Aqaba deyilən yer var. Fəqalə ləhu Abbas və Allah Rəsulü sallallahu əleyhi və səlləmin əmisi Abbas deyir ki: "Mə ədri mə haulal qom lezina ca'uka." Bunlar deyir sənin yanına gələn, Allah Rəsulü sallallahu əleyhi və səlləmin yanına gələn bu qövmü deyir mən tanımıram. Baxmayaraq deyir mən ənsarların yəni işlərini Yəsrib əhlinin, daha doğrusu o vaxt hələ ənsar deyildilər də, yəni Yəsrib əhli sayılırdılar. Yəsrib dedik ki, Mədinənin köhnə adındandır. Ad özü Yəsrib sözü söymək deməkdir məna etibarı ilə. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm adı Mədinə adına dəyişib. Əslən Yəsribdir yerin adı. Yəni Yəsrib əhlini deyir mən tanıyıram. Bunlar deyir nədirsə təzələrdir. Abbas deyir. Fələmmə kənə leyl təsəlləlu min rihalihim mutəxavvifina və məhum Abdullah ibn Amr ibn Haram. Əbu Cəbir. Və gecə vaxtı gələndə hamı sıyrıldı, yəni qorxudan ki, cəmaat görməsin, şübhələnməsin. Yəni tək-tək cüt-cüt gəldilər, toplaşdılar həmin o Aqabə deyilən yerdə. İçlərində Abdullah ibn Amr ibn Haram da var idi, Əbu Cəbir. Yəni Cəbir ibn Abdullahın atası da. O vaxt deyir müşrik idi. Və kanu yukatimunahu al-amra. Ondan gizlədirdilər, yəni bir tərdə, yəni içlərində idi. Ondan yayınırdılar, məlumatları tam vermirdilər. Abbas Peyğəmbər sallallahu əmisi o vaxt o da müşrik idi, amma xoşlayardı ki, qulaq assın, dinləsin, yəni çünki etibar eləyirdi. Yəni rəğbətli idi. Fələmmə kənət leylə əlləti va'adu fihə Rasulullah sallallahu əleyhi və səlləm qalu ya Əbə Cəbir və gecə vaxtı gələndə həmin vəd vaxtının, yəni gecəsi gəldikdə hansına ki toplaşmalı idilər Aqaba yerdə. Dedilər ey Əbu Cəbir, həmin Cəbir ibn Abdullahın atasına İnnəkə şərifun min əşrafinə. Sən deyir şərifsən içimizdə, yəni böyüklərdənsən, ağalardansan. Və innə nərğabu bikə ən təkuna hətəbən linnər qadan. Biz qorxuruq ki, sən sabahçı gün, yəni qiyamət günü od üçün bir odun olasan.
Və qalə və məzəlik, dedi, bəs nədir bu? Nə demək istəyirsiniz? Fəxbəruhu əl-xəbərə, ona xəbər verirlər, bu şeyləri danışırlar. İslamı qəbul edir. Və şəhidəl əqəbə, və bu da əqəbədə iştirak edir. Və kənə nəqibən, və öz qövmünün bayaq dediyimiz kimi başçılarından idi, böyüklərindən idi. Fələmmə mədə sulusul leyl xaracu lil mi'ad, gecənin 1/3 keçəndən sonra çıxırlar təyin olmuş zamanı, təyin olmuş yerə. Hətta iştəmə indahu min racul və raculayn və məhu əmuhu əl-Abbas. Və bir-iki başlayırlar yığışmağa həmin yerdə. Abbas əmsi, Peyğəmbər sallallahu əleyhi və səlləm əmsi də orada olur. Və huve yevmeyzin alə dini qavmihi, həmin dövrdə bayaq dediyimiz kimi öz qövmünün dinində olub da, yəni müşrik olub. Və lakinhu ahabbu an yahdura amra ibn axihi və yuvaththikahu lahu. Və yetavassaku lahu. Lakin xoşlayardı, yəni iştirak eləsin öz qardaşı oğlunun söhbətlərində, çünki ona etibar edirdi. Fələmmə nazara el-Abbas fi vucuhihim qalə həulə qom la na'rifuhum həulə əhdas. Baxdı, yəni bu cəmaatın üzünə dedi ki, bunlar mən tanımıram bunları, bunlar deyəsən təzələrdəndir. Və kana əvvəl mən təkəlləmə, ilk danışan, yəni o beyət söhbətdə, yəni orada o oldu. Və dedi ki, ya məşəril Xazrac, ey Xazrac toplusu, və kənətil ərəb tüsəmmi əl-cəmi əl-Xazrac. Ərəblər o zamanı o Mədinə əhlinə hamısına Xazrac deyirdilər. Yəni olsa da Xazraca da hamısına Xazrac deyirdilər. Deyir ki, İnnə Muhammədən minnə heysu alimtum və qad məna'nahu min qavminə. Deyir, Muhammed bizim içimizdə bildiyiniz qədir qiyməti var və biz özümüz onu deyir, əmsi deyir də, Abbas deyir. Öz qövmümüzdən qoruyuruq. Müşriklərdən, Qureyşlilərdən. Və huve fi mənəətin fi bələdihi, bu öz şəhərində deyir, yəni məhrumdur. Öz şəhərindən belə məhrumdur. İllə ənəhu əbə illə əl-inqita ileykum. Və o istəyir ki, yəni sizə qoşulsun. Buradan qırılsın, sizə qoşulsun. Fin kuntum təravna ənəkum vafuna bimə də'utumuhu ileyhi. Əgər siz özünüz görürsünüzsə ki, çağırdığınız yerə özünüz ona vəfalı olacaqsınız və özünüz qoruya biləcəksinizsə onu, yəni müxaliflərə qarşı. Və antum və mə təhəmməltum. Bu siz və sizin yəni daşıdığınız bir yükdür. Əgər yox deyir, təravna ənəkum musallimuhu və xazəluhu, yox, əgər elə fikirdəsiniz ki, bunu axırda tək buraxıb təslim edəcəksiniz, sizə gəlib çıxandan sonra, yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm sizə gəlib qoşulandan sonra bunu təslim edəcəksiniz düşməninə, bunu boş buraxacaqsınız. Fəminəl əni fədauhu. Elə indidən belə deyir, tərk edin onu. Fəinnuhu fi izzin və mənətin. Çünki artıq onsuz da deyir, tənxalıqda deyir, məhrumiyyət içindədir. Deyirlər ki, qad səmi'nə mə qult. Sən dediyin biz eşitdik. Fətəkəlləmə və deyir ki, ey Allahın elçisi, xuzlinə, fətəkəllim ya Rasulallah. Deyirlər ki, sən danış ey Allahın elçisi, xuzli nəfsikə və li rabbikə məşiyyət. Yəni, özün üçün və Rəbbin üçün nə istəyirsən onu götür. Yəni, beyyətindən də, yəni. Fətəkəlləmə Rasulullah sallallahu aleyhi ve sellem, Allah Resulü başlayır danışmağa, deyir ki, beyyət edirsiniz, yəni Rəbbim üçün və mənim üçün neydə beyyət edirsiniz? Neydə beyyət edirlər? Ubəyiukum alə ən təmnəuni. Yəni, beyyət olacaq Allaha şərik qoşmamaq, Allaha ibadət eləmək, ona şərik qoşmamaq, yəni bu beyyətə daxildir, düzdür. Oğurluq etməmək, adam öldürməmək, haqsız yerə zina etməmək, yəni bunlar hamısı Allah Rəsulü sallallahu əleyhi və səlləm beyyətində deyir, qeyd edir. Sonra deyir ki, məni deyir, düşmən ayağına verməyəcəksiniz. İzə qadimtu aleykum, sizin yanınıza gəldikdə. Mimmə təmnəunu minhu nisəəkum və əbnəəkum. Necə ki, öz qadınlarınızı, övladlarınızı qoruyursunuz, elə də qoruyacaqsınız və bunun müqabilində sizin üçün cənnət var. Fəkən əvvəl mən bəyəhu əl-Bəra ibn Mə'rur. İlkdir, bəyət edən də kim olur? Bəra ibn Mə'rur olur. Və deyir ki, vəlləzi bəəsəkə bil-həq. Sənidir, haqla göndərənə and olsun ki, mütləq səni deyir, öz deyir, zərurətimizi qoruduğumuz kimi qoruyacağıq. Fəbəyyənə ya Rasulallah. Ey Allahın elçisi, biz sənə beyyət etdik. Fənəhnu əhlül hərbi vəl-həlqətin vərəsnəhə sağiran ən kəbirin. Biz onsuz da deyir,
döyüş əhliyik, silah əhliyik. Biz bunu deyir uşaqlıqdan böyüyə deyir bir-birimizdən deyir miras alaraq gəlirik. Yəni dədə-babalardan belə görmüşük. Yəni qorxumuz yoxdur bu cəhətdən. Fə'taradahu Əbul Heysəm ibn Tiyhan. Əbul Heysəm ibn Tiyhan deyir, onun sözünü kəsir, deyir ki: "Və qala inna beynana və beynən-nas hibalan və nahnu qati'uha." Bilin ki, bizimlə insanlar, yəni Qureyşilər arasında deyir, bağlar var. Aramızda bağlar var və biz bu bağları qırmalı oluruq bununla. Fəhəl asayta in azharakallah en terciye ilə qavmika və təda'ana. Elə isə deyir, əgər deyir Allah Taala səni izhar edərsə, izzətləndirərsə, sən öz qövmünə qayıdıb bizi boşmu buraxacaqsan? Və Allah Resulü sallallahu əleyhi və səlləm təbəssüm edir, deyir ki: "La vallahi, xeyr Allaha and olsun. Bəldəm əddəm vəl hədəm əl-hədəm. Qan qana, məhv etməyə, entum minni və ana minkum. Mən sizdənəm, siz də məndənsiz. Uharibu mən harabtum. Kimə qarşı siz döyüşürsüz, mən də ona qarşı döyüşürəm. Kimə qarşı sülh bağlayırsınız, mən də ona qarşı sülh bağlayıram." Fələmmə qadimu yubəyi'unahu, və gəlirlər, deyir, beyət edirlər. Yəni ən kiçikləri içlərində Əbu Umamə Əsəd ibn Zurar olur. Kimin ki evində dəvət gedir, o olur. Əlindən tutur beyət etmək üçün. Və deyir ki: "Fəqalə Ruveydən ya əhlə Yəsrib." Ey Yəsrib əhli, bir qədər dayanın. "İnnə la nadribu ileyhi əkvədəl ibil illə və nəhnu na'lemu ənəhu Rasulullah." Biz deyir, bu boyda yolu deyir, dəvələri çaparaq gəlib, ona görə gəlməmişik ki, yəni biz artıq gələndə bilirdik ki, sən deyir, yəni bu Allahın rəsuludur. Yəni biz iman edib gəlmişik. Ey Yəsrib əhli, "Və inə ixracəhu l-yawm mufaraqatun lil-ərab." Siz isə deyir, bu günləri onun buradan çıxartmağınız ərəblərdən, yəni Qureyşlilərdən qırılmağınızdır, yəni düşmənçilikdir. Yəni aranızda düşmənçilik, müharibələr, yəni qılınc davaları olacaq. Yəni buna hazırsınızmı? "Fimmə entum tasbiruna alə zəlik." Yedir buna səbr edəcəksiniz. "Fəhuzuhu və əcrukum alallah." O zaman deyir, götürün və əcri də deyir Allahadır. "Və immə entum təxafuna min anfusikum xifətən fəzəruhu." Yox, əgər qorxursunuzsa, o zaman deyir, yəni tərk edin onu burada deyir, aparmayın özünüzlə. "Fəhuva a'zarakum lakum indallahi." Bu sizin üçün daha üzürlü olacaq Allah qatında. Nəinki aparasız və orada tək buraxasız. Yəni düşmən ayağına verəsiz. Orada vəbşə üzür olmayacaq. Burada da üzür yoxdur sizin üçün, yəni qorxduğunuza görə. Lakin bu üzür sizin üçün daha yüngül olacaq. Üzürsüzlük. Nəinki aparasız və orada tərk edəsiz. Yəni bu başından deyir, tərk edin də, yəni çətinləşdirməyin. Fəqalu əmit ənnə yədəkə. Dedilər ki, əlbi bizdən çək. Fəvallahi mən nəzərə həzil beyə, biz bu beyəti Allaha and olsun ki, tərk edən deyilik, nə də ki, ləğv edən deyilik. Fəqamu ileyhi raculən yəxuzu minhum və yu'tihim bizəlikəl cənnə. Və bir-bir durdular, əl sıxdılar, kişilər hamısı bir-bir əl sıxdılar. Hamısına Allah Resulü sallallahu əleyhi və səlləm beyət etdirdi və müqabilində cənnət vəd etdi. Sonra səs-küy qalxdı, çoxaldı və Abbas dedi ki, əmisi, sakit durun, içlərimizdə, yəni eşidənlər var, çünki minadda, yəni eşidənlər var, şpiyonlar da, yəni cəsuslar var. Sonra qala Rasulullah sallallahu aleyhi və səlləm uxrucu ilə min əxricu iləyyə minkum isnə aşırə nəqibən kufələ alə qavmihim kəkəfələtil həvariyin ilə İsə ibn Məryəm və ənə kəfilun alə qavmi. Deyir ki, içlərinizdən 12 nəfər başçı çıxardın. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem nə dedi? Deyir ki, o 12 qəbilə yoxdur. Əsli böyük qəbilə 2 qəbilədir. Düzdür? Onların şahələri var da. O qəbilələrin şahələri var. Allah Resulü sallallahu aleyhi ve sellem o şahələrin hamısından başçıları deyir ki, çıxardın yanıma 12 nəfər. Ki onlar deyir, kəfil olsunlar.
zamin dursunlar da, yəni. Necə ki, deyir, İsa əleyhissalamın deyir, həvariləri var idi 12 sayda, kəfil duran öz qövmünə qarşı. Necə ki, Musa əleyhissalamın deyir, Musa əleyhissalamın qövmünün içindən 12 nəfər başçı çıxartmadı. Bu formada deyir, mənə də 12 nəfər çıxardın, yəni o kəfil dursun. Kəfil durmaq bilirsiniz də nədir? Yəni bir yerə gedəndə kimsə sənə zəmanət verir, kəfil durur. Fəkənə nəqib Bəni Nəccər, sonra başlayır saymağa. Bəni Nəccərin kəfili misal üçün Əsəd ibn Zurar olur. Bəni Sələmənin Bəra ibn Mərur olur. Abdullah ibn Amr ibn Haram Bəni Səidənin kəfili olur. Səd ibn Ubədə və Munzir ibn Amr, bunlar olur. Bəni Zureyqin kəfili Rafi ibn Məlik ibn Əclən olur. Daha doğrusu Bəni Zureyqin kəfili bu olur. Bəni Həris ibn Xəzrəcin kəfili isə olur Abdullah ibn Ravahə, bir də Sad ibn Rubey. Həmçinin Qavafil kəfili olur Ubəd ibn Samit və Avsun kəfili bayaq dediyimiz kimi başçısı, ağası Useyd ibn Hudeyrdir. Həmçinin Abul Heysəm ibn Tihəndir. Bir də Bəni Avfundakı kəfili olur, başçısı daha doğrusu olur Səd ibn Xeysəmə. Bunlar hamısı başçılardır, qəbilə başçılarıdır və kəfillərdir. Və kənə cəmi əhl Aqəbə 70 rəculən və imrətən. Və həmin dövrdə, yəni o beyyət əhli Əqəbədə yığışan 70 kişi və 2 qadın idi. Fələmmə bəyəuhu sarıxı şeytan bi ənfəsi sautin sumya qat. Və beyyət edəndən sonra şeytan elə qışqırıqla qışqırır ki, heç belə qışqırıq səsi gəlməmişdi. Ey Məkkə əhli, şüvən salır. Ey evlər sahibləri, şüvən salır. Həlləkum fi Muhammed və sabə məhu. Ey flankeslər, çağırır, qışqırır ki, Muhammed və onun əshabları, yəni onları deyir, onlara qarşı deyir, yəni toplaşın. Qad işləmə alə hərbikum. Onlar sizə qarşı deyir, döyüşə deyir, toplanıblar. Yəni beyyət olub da, yəni. O beyyət də ikinci beyyət, ikinci Əqəbə beyyəti. Yəni İslamda elə bil ki, böyük bir nüfuzlu bir hal olub da, yəni. Ondan sonra çox böyük dəyişikliklər olub. O şeytan da ona görə qışqır bağır salır orada deyir. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem həzə əzəbbu əl-Əqəbə. Əmə vallahi ya aduvvallah lə ufərriğannə ləkə. Bu deyir, yəni Aqəbə əhlinin ən tüklüsüdür. Tüklü, yəni orada yəni tükü çox olan şeytandır da, yəni. Deyir ki, o ses gəlir axı. Peyğəmbər sallallahu şərh verir ona. Bu ən tüklüsüdür. Yəni şeytandır bu. Bu şeytandır deyir. Amma Allah and olsun ki, ey Allahın düşməni, sənə deyir vaxt tapıb eləyəcək, səni də məhv edəcək. Yəni sənə də gələcək növbə. Thumma qala Rasulullah sallallahu aleyhi ve sellem, sonra Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, irfadu ilə rihalikum, qaydın öz yükünüzün yanına, yəni yerinizin yanına. Fəqaləl Abbas ibn Ubədə ibn Nadal, Abbas ibn Ubədə ibn Nadal deyir ki, vəlləzi bəəsəkə bil haqq, səni haqla göndərənə and olsun ki, inşi'tə lənəmilənə alə əhl-i Məkkə. İstəsən deyir, bu dəqiqə deyir, Məkkə əhlinə deyir, toplaşarıq, sabahsı gün, yəni qılıncla gedər üstlərinə. Fəqalə lə nu'mər bizəlik və ləkin ircu ilə rihəlikum fərəcəuhu. Deyir, biz hələ ki buna əmr olunmamışıq. Qaydın öz yükünüzün yanına və qaydırlar, yəni hərə öz yükünün yanına, heyvanın yanına. Fələmmə əsbəhu qadat aleyhim cüllət Qureyş. Səhərsi günü onlara qarşı Qureyşin böyükləri toplaşır. Eşidiblər, xəbər eşidiblər. Şeytan şüvən salıb, şpiyonlar yayıblar. Eşidiblər ki, Qureyşlilər ki, burada beyyət olub, böyük bir hadisə baş verib. Fəqalu innehu bəlağana ennekum ci'tum sahibənəl bərihə təstəxricunahu min beyni əzhurinə. Bizə qulağımıza çatıb ki, siz deyir, gecə vaxtı gəlmişsiniz, bizim deyir, içimizdəki olan bu kəsi, yəni Muhammed sallallahu aleyhi ve sellem qəsd edirlər, çıxardıb aparmaq istəyirsiniz və ona beyət etmişsiniz ki, bizə qarşı döyüşəcəksiniz. Və innəllah məmin, deyir ki, vallahi, və innəhu vallahi məmin heyyin minəl ərəb əbqad ileynə min ən tənşəbəl hərb beynənə və beynəhum minkum.
Yəni and olsun ki, Allaha ki, yəni ərəblər içində, ərəblərin qəbilələri içində siz bizim üçün, yəni ən birinci nömrəli düşmənsiniz də, yəni əgər ona qalsa. Fəmbəsə ricəl mimmən ləm ya'ləm. Sonra çıxardırlar müşrikləri, çünki Mədinə əhli müşriklərlə bərabər gəldilər də həccə. İçlərində müşriklər də var. Çıxardırlar müşrikləri qabağı ki, onlar təsdiqləsin ki, belə şey olmayıb. Yəni müşriklər çıxır, and verirlər ki, biz belə şey eşitməmişik, belə şey ola bilməz, mümkün deyil. Vəllezine yeşhedun yanzuru ba'duhum ila ba'd. Çıxardırlar, bunlar şahidlik edirlər, sonra bir-birlərinə baxırlar belə. Və cələ Abdullah ibn Əbi Ubey ibn Səlül, yəni bunları çıxardırlar ki, şahidlik edin ki, Qureyş sakitləşsin ki, belə söhbət olmayıb. Bunlar çıxırlar, bir-birlərinə baxırlar və ondan sonra təşəbbüsü əlinə alır Abdullah ibn Səlül ibn Ubey, yəni Mədinə əhlinin münafiqlərinin başçısı da, yəni o vaxtı. Deyir ki, yox, bu bir batil söhbətdir. Olmayıb, belə söhbət olmayıb. Çıxır, deyir, olmayıb. Mə kənə həzə, belə bir şey olmayıb. Və mə kənə qavmi liyeftətu aleyyə bimisli həzə. Mənim qövmüm mənə qarşı belə hərəkət edəməz. Yəni, mən qövmün ağasıyam. Mümkün deyil ki, məndən məsləhət etməmiş belə şey etsinlər. Ola bilməz və Qureyş sakitləşir. Yəni, müşriklər təsdiqləyirlər ki, belə şey olmur. Qureyş sakitləşir. Və Qureyş sakitləşəndən sonra çıxırlar. Fələmə infəsalətil ənsar ən Məkkə və ayrılandan sonra ənsarlar Məkkədən sahəl xəbər əndə Qureyş. Qureyşlərə çatır ki, xəbər yalandır. Doğrudan da beyət olub. Fəxaracu fi tələbihim fə ədraku Sa'd ibn Ubadə və Munzir ibn Amr. Çıxırlar onların dalınca təqib etməyə. Gəlib çatırlar Sa'd ibn Ubadə ilə Munzir ibn Amr'a çatırlar, yetişirlər. Ordular qaçır. Ordular çıxıb getmiş olur. Fə'acəzəhum əl-Munzir, lakin Munzir ibn Amr onlardan yayına bilib, çata bilməyiblər. Amma Sa'd ibn Ubadəni tuturlar. Tuturlar, bağlayırlar heyvana, saçından tutub sürüdürlər. Vururlar, sürüdürlər. Və yədribunahu və kənə zəlcəmmətin, o vaxtı saçı uzun olur da, yəni dartırlar saçından. Hətta ədxəluhu Məkkə. Gətirib çıxardılar belə bu formada Məkkəyə. Lakin onu deyir, Mut'im ibn Ədi və Həris ibn Hərb ibn Umeyyə xilas edib buraxırlar, çıxardılar. Yəni, o da çıxıb gəlir, elə bir ki, yolda qarşılaşır ansarlarla. Ansarlar bu xəbəri eşidib geri qayıtmaq istəyirlər. Ubəd ibn Samitin dalınca görürlər ki, yəni, özü gəldi, çıxdı. Özü gəlib çıxır, yəni. Və belə, yəni, bu ikinci Aqəbə beyyəti, yəni, belə tamamlanır. Dayanaq burada inşallah. Subhanakallahumma hamdika əşhadu an la ilaha illa ente estağfiruka və etûbu ileyk.